Salam, hər vaxtınız xeyir olsun. Hörmətli tamaşaçılarımız, dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi Təhsilə Dair proqramında. Yenidən sizləri salamlamaq mənim üçün olduqca xoşdur. Böyük zövqlə hər zaman sizin qarşınıza gəlirəm, sizin görüşünüzə gəlirəm. Və bugünkü söhbətlərimiz həqiqətən maraqlı və faydalı olacaq. Əziz gənclərimiz, əziz valideynlərimiz, ekran qarşısına bir qədər də yaxın əyləşin. Bugün biz xaricdə təhsildən danışacağıq, qardaş ölkədə təhsildən danışacağıq və qardaş ölkədə attestatla təhsildən danışacağıq. Bugün bizim qonağımız kimdir? Bugünkü qonağımız Körfəz Dərshanələrinin koordinatoru Şahrun Quliyevadır. Xoş gəlmişsiniz Şahrun xanım. Çox sağ olun. Salamlayıram sizi. Çox xoşdur sizi studiyamızda görmək. Necəsiz, əhvalınız necədir? Sağ olun. Siz necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Mən də yaxşıyam. Etiraz eləmirsinizsə artıq söhbətimizə başlayaq. O zaman ilk olaraq demək istəyirəm ki, Körfəz dərshanələrində Türkiyə universitetlərinə attestatla qəbul davam eləyirmi, dayandırılıbmı? Bu haqda tamaşaçılarımıza məlumat verək, onları da agah eləyək bu xəbərlərdən. Deməli, Günay xanım, Türkiyə universitetlərində attestatla qəbuldan artıq biz bir neçə efirdə danışmışıq və məlumatlandırırıq valideynlərimizi, bizi izləyən hər bir kəsi. Yenə də məlumatı olmayan mən şəxslərə attestatla qəbul haqqında məlumat verim. Bəli, bizim Körfəz dərshanələrində attestatla qəbul hələ də davam eləyir. O ki, qaldı attestatla qəbul necə aparılır? Bu haqda bir neçə söz demək istəyirəm, yəni məlumatı olmayan valideynlərə. Çünki çox zaman biz bunu məlumatlandırırıq, yenə də imtahansız attestat yolu ilə qəbul necə olur deyə çox adamı düşündürür. Attestatla qəbul, yəni Türkiyə universitetlərində heç bir imtahan vermədən qəbuldur. Sadəcə 9, 10, 11-ci siniflərin qiymətlərinin əsasında qəbul aparılacaq. Yəni, həmən qiymətlərdən bir ibarət not ortalaması çıxardılır və not ortalamasının əsasında fakültə ixtisas seçimi olur, hansısa dövlət universitetinin birində yerləşdirilir. Türkiyənin dövlət universitetləridir. Yəni, kənar kiçik şəhərlərdə, hər bir şəhərdə yerləşən dövlət universitetlərinə müraciət mümkündür. Çox zamanda, məsələn, valideynlər artıq müraciət etdiyi zamanı yenə də, hətta qəbul kağızı gəldikdən belə düşünürlər ki, Türkiyəyə gedəndə bir imtahan vermiş olacaqlar qəbul haqqında. Xeyr, bu belə deyil. Bir halda ki, heç bir imtahan yoxdur. Bəli, attestatla qəbuldur. Bir halda ki, biz attestatla qəbuldan danışırıqsa, yəni heç bir imtahan yoxdur. Sadəcə attestat yolu ilə qəbul aparılır. Aha, aydındır. Şahrun xanım, bəs qeydiyyat üçün bax attestatdan əlavə hansı lazımi sənədlər? Lazımi sənədləri mən tam şəkildə bildirim. Attestat, yəni adından da bəlli olduğu kimi, attestat bizə ən lazımlı sənəddir. Bundan başqa şəxsiyyət vəsiqəsi, xarici pasportun olması hər kəs üçün vacibdir. 4-6 ölçüsündə fotoşəkil və transkript. Transkriptin yenə də nə olduğunu mən bildirim. Çünki çox zaman ən çox problemlər transkriptlə yaşanılır. Çünki transkripti çox zaman eyni formada bəli gətirmirlər. Mən transkriptin özdə yəni qeydiyyata qəbula çox az bir müddət qaldığından, yəni tam diqqətlə dinləsinlər ki, transkriptlərində bir səhvlik olmasın. Transkript nədir? 9, 10, 11-ci siniflərin qiymətlərindən ibarət bir cədvəldir. Hansı ki, həmin qiymətlər, yəni oxuduğu məktəbdə, hər kəs öz oxuduğu məktəbdə yazdırıb bizə gətirə bilər. Transkriptdə özü haqqında məlumatlar, 9, 10, 11-ci sinifin qiymətləri və oxuduğu məktəbin direktorunun möhürü imzası olur. Vəssalam, transkript bu sənəddir. Hansı ki, bizə ən lazımlı sənədlərdən biridir. Deməli, attestat, transkript, şəxsiyyət vəsiqəsi və 4-6 ölçüsündə fotoşəkil. Aydındır. Şahrun xanım, Türkiyədə təhsil almaq istəyənlər bəs hansı fakültələri seçə bilərlər? Bax, hansı ki, biz onlara məsləhət veririk ki, onlar bütün sənədlərini toplasınlar, attestatlarını götürsünlər. Ümumiyyətlə, ən lap kiçik yaşlarından belə orta məktəb bazasına çox diqqət etsinlər ki, bax, görürsünüzmü, gələcəkdə belə fürsətlər yaranır, belə şanslar yaranır. Hansı fakültələrdə oxuya bilərlər onlar? Hansı fakültələr hələ də açıqdır? Hansı universitetlərin qəbulu hələ də açıqdır, dayandırılmır? Fakültə seçiminə qalanda, yəni fakültə seçimi sərbəstdir. Bizə müraciət etdikləri zamanı, yəni Türkiyə universitetlərində olan bütün fakültələr ardıcıllıqla sıralanır və müraciət edən hər bir şəxsin istəyinə uyğun fakültə ixtisas seçimi olunur. Ancaq belədir ki, yəni çox zaman olur, məsələn, öz qiymətlərindən kənar, qiymətlərindən üstün də bəzən fakültə yazmaq istəyirlər, amma bunun əsasında biz 9 transkripi ona görə alırıq ki, 9, 10, 11-ci siniflərin qiymətləri. Qiymətlərində köməyi deyil. Bəli, bəli. Həmən qiymətlərdən bir ibarət genel ortalama çıxardılsın və həmən ortalama neçədirsə, o qiymətə uyğun, o qiymətin münasibində də fakültə ixtisas seçimi olunsun. O ki, qaldı fakültələrin bəzilərini adlarını mən sadalayım. Məsələn, iqtisad fakültələri var. Bundan başqa turizmdir, beynəlxalq iqtisadi münasibətlərdir, biznesin təşkili idarə olunmasıdır, maliyyə fakültəsi, bank işi fakültəsi var.
Daha çox müraciət zamanı, yəni çoxunun müraciət etdiyi xarici dillər fakültəsi var. Məsələn, ingilis dili, alman dili, fransız dili, həmçinin də müəllimlik ixtisasları var. Müəllimlik ixtisaslarına daxildir riyaziyyat, coğrafiya, biologiya, tarix, filologiya, türk dili ədəbiyyatı. Yəni hər kəsin istəyinə uyğun fakültələr seçim olunur. Sadəcə yenə də dediyim kimi transkripti bizə gətirdikləri zamanı ortalamanı çıxardırıq və ortalamanın əsasında da fakültə ixtisası seçəcəyik. Aydındır. Bax, bu qədər tələbələrimiz, bizim bu qədər gənclərimiz təhsillə maraqlanan, belə deyək də, hər bir kəs hər halda əgər sizə müraciət edəcəklərsə və onlar gözə alırlar ki, öncədən onlar bir neçə illərini, yəni qardaş Türkiyədə keçirəcəklər. Yəni onlar da istəyirlər ki, bu illər boşa getməsin, boşa xərclənməsin. Yəni bu oxuduqdan sonra həmin universitetin adı və universitetin diplomu Azərbaycanda, vətənimizdə və eyni zamanda dünyanın hər bir yerində tanınsın. Bax, diplomlar barədə danışaq görə, diplomlar tanınacaqmı vətənimizdə, vətənimizdən kənarda? Yəni onlar üçün iş tapmaq problemmi olacaq, yoxsa belə bir çətinlikləri olmayacaq? Deməli, Günay xanım, deyərdim ki, elə ən çox müraciət olunan zaman verilən suallardan biridir. Çox, yəni abituriyentlərdən çox valideynləri maraqlandıran bir sualdır bu. Dövlət universitetlərdir, yəni bunu birbaşa həmçinin hər dəfə biz onlara nəzərlərinə çatdırırıq, yenə də məlumatlar gəlir bizə. Biz Körfəz Dərshanələri olaraq, yəni heç bir özəl universitetə tələbə göndərmirik. Birbaşa universitetlərin hər biri dövlət universitetləridir və dövlət universitetləri olduğundan diplomları istər Azərbaycanda olsun, istər Türkiyədə olsun, hər bir yerdə tanınır. Yəni öz qutaracaqları, ixtisas sahə üzrə rahatçılıqla öz vətənimizdə də gəlib iş tapıb işləyə bilərlər. Aha, bax, imtahan üsulu necədir orada Şahrun xanım? Biraz da bu haqda danışaq. Deməli, attestatla biz danışırıq. Yəni, attestat üsulundan başqa da var imtahan üsulu. İmtahan üsulu haqqında mən məlumatı verim. Bu necə aparılır? Məsələn, hansı üsuldur? Bundan kimlər istifadə edir? Deməli, bundan il ərzində bunun üçün xüsusi bir kurs keçmək lazımdır. Məsələn, YÖS adlanan bir hazırlıq var. Yabancı öyrənci sınavı deməkdir. Həmin imtahana girən abituriyentlərimiz məntiq, həndəsə və məntiq, həndəsə, riyaziyyat fənlərindən imtahana girmiş olurlar. Təqribən götürsək, keçid balı 40 baldan yuxarı və 100 bal civarında olur və imtahan üsulu ilə qəbul olmuş tələbələr də olur. Məsələn, imtahan hansı ki, müəyyən bir müddətdə kurs keçirlər və müəyyən vaxta gəndə hər bir universitetin, dövlət universitetinin öz imtahanına girirlər və imtahanın əsasında, YÖS imtahanının əsasında topladığı bala uyğun öz müraciət etdikləri universitetə qəbul ola bilərlər. Yəni, bunu mən hər kəsin nəzərinə çatdırım ki, yəni Türkiyənin bəzən olur ki, gəldikləri zamanı ən böyük şəhərlərindən olan İstanbul, Ankara kimi universitetlərə müraciət etmək istəyirlər. Amma attestatla qəbul aparılan zaman əsasən ən böyük şəhərlərdə tələbat həddən artıq olduğuna görə, dünyanın hər yerindən olduğuna görə Türkiyədə, yəni böyük şəhərlərin dövlət universitetlərində attestatla qəbul aparılmır. Həmin universitetlərdə qəbul birbaşa həmin adını çəkdim YÖS imtahanı vasitəsiyləndir. Bəli, birbaşa həmin universitetlərdə təhsil almaq istəyənlər il boyu YÖS imtahanına hazırlaşırlar və imtahan vaxtı imtahan verib həmin universitetlərdə təhsil ala bilərlər. Amma digər kənar şəhərlərin hər biri istər böyük universitetlərə yaxın universitetlər də var. Digər bütün kiçik şəhərlərin hər birində yerləşən universitetlərdə attestatla qəbul mümkündür. Şahrun xanım, bax, YÖS imtahanı vermək istəyən tələbələr hansı fənlərdən hazırlaşmalıdırlar? Bir daha onların nəzərinə çatdıraq zəhmət olmasa. Deməli, elə Günay xanım bizim mərkəzdə, yəni Körfəz dərshanələrinə də müraciət edib YÖS kurslarına yazıla bilərlər, qeydiyyat üçün müraciət edə bilərlər və sentyabr ayından da Yəni dərslərimiz... YÖS hazırlığı da aparılır. Bəli, YÖS hazırlığı, təbii ki, YÖS hazırlığı da aparılır. Həmin kurslara müraciət edə bilərlər. Əsasən 3 fəndən məntiqdir, riyaziyyat və həndəsə fənlərindən hazırlaşırlar və bu 3 fəndən də imtahana girmiş olurlar. Əla, çox gözəl. Yəni 3 fəndən artıq heç bir fən olmayacaq. Xeyr, 3 fəndən imtahana girirlər və salam. Aydındır. Bax, Türkiyə universitetlərinin illik təhsil haqqında da danışaq. Məncə danışsaq yerinə düşər. Elə valideynlərimiz yəqin ki, maraqlanırlar bu sualın cavabı ilə. Bəli. Bizə əsasən bir də bunu nəzərlərinə çatdırım. Deməli, Günay xanım, biz Körfəz dərshanələri olaraq qeydiyyatımıza iyun ayından başlamışıq və artıq avqust ayının demək olar ki, ilk ortalarını yaşayırıq. Qeydiyyatın demək olar son həftələri, son günləridir bizdə. Hətta bəzən olur ki, müraciətlər o qədər gəlir, yəni qeydiyyatlarımız buna görə hələ də açıq qalıbdır. İyun ayından keçirdiyimiz, yəni iyun ayından bizə gələn sənədlərin artıq cavabları məlumdur. Demək olar ki, tələbələrimizin əksəriyyətinin cavabları məlumdur və Türkiyənin universitetlərində artıq tələbi olublar. Əsas odur ki, nəticələr müsbət olubdur. Bəli. Çoxunun hansı ki, iyun ayından, iyul ayının əvvəllənən, bu da təbii ki, təpətap gələcək cavabları. Bizə sənəd vermiş abituriyentlərin, gənclərin artıq cavabları gəlibdir.
biz Körfəz Dərshanələri olaraq təbrik edirik uşaqlarımızı. Mən də qoşuluram təbriklərinizə. Təhsillərində uğurlar arzulayırıq. İllik haqlarına qalanda məsələn elə bunu nəzərlərə çatdırmaq istəyirəm ki, bizə qəbul cavabları gəldiyi zaman illik haqları çox aşağıdır. Yəni o qədər də böyük bir məbləğ deyil. Bəli, çox münasibdir. Hər bir ailənin maddiyyatı buna cavab verə biləcək. Bəli, dövlət universitetlərində illik haqları çox münasib qiymətdədir. Məsələn, biz minimum ortalanmanı götürürük, hətta bəzən ondan da ucuz qiymətə gəlib başa çatır. 300 dollardan təqribən götürsək 800 dollara qədər illik haqları olur. Həmin bir də artıq qəbul cavabları gəldiyi zaman görürük ki, illik haqqını da ödəmə Türk universitetlərində 2 dəfəyə olur. Yəni hissə-hissə də ödəmək mümkündür. Birinci qeydiyyatdan keçdikləri zamanı birinci ödəmənin yarısı, geri qalan isə ikinci semestr ərzində ödəyə bilərlər. İkinci semestr ərzində ödəyə bilər. Yəni ilin sonuna qədər onda belə ödəyə bilərlər. Məsələn, 600 dollardırsa yarı-bayarı ödənişlərini edə bilərlər. 300 əvvəl ödəyəcəklər, 300 əvvəl, 300 sonra ödəyəcəklər. Çox gözəl, mən düşünürəm ki, çox gözəl və çox böyük bir, dəyərli bir fürsətdir. Bundan yararlanmaq lazımdır əziz gənclərimiz və əziz valideynlərimiz. Əgər istəyirsinizsə, övladlarınız ali təhsil alsınlar, məhz Türkiyənin ən öndə gedən dövlət universitetlərində ali təhsil alsınlar, buyurub müraciət edə bilərsiniz. Körfəz dərshanələrinə əlaqə nömrələrini də ekranlarımızda görürsünüz. Şahrun xanım, bax, attestat qiymətlərinin qəbulat təsiri nə qədərdir? Qəbulat təsiri son zamanlarda, yəni qəbulat təsiri çoxdur. Bu nə ilə bağlıdır? Çox zaman olur, müraciət etdikləri zamanı bəzən olur, mən efir vasitəsilə bildirirəm ki, 3-ü, 4-ü, 5-i olan hər bir kəs müraciət eləyə bilər və hətta olur hərdən ki, bütün qiymətləri 3 olan bir kəs müraciət eləyə bilər. Bir-iki hüququ da oxumaq istəyirəm. Bəli, çox böyük bir ixtisasları seçim istəyir. Artıq biz onu qəbul edə bilmərik. Təbii ki, mümkün ola bilmir. Yəni biz 3 dediyimiz zamanı qiymətlərin qəbula təsiri dediyim kimi fakültə ixtisas seçimi ilə bağlı olan bir məsələdir. Məsələn, biz deyirik 3-də 3 qiyməti də keçərlidir, 4 qiyməti keçərlidir, 5 qiyməti keçərlidir. Amma bu o demək deyil ki, bütün qiymətləri 3 olsun və gəlib ən yüksək ixtisas. Yəni 3, 4 eyni zamanda 5 qiymətləri olmalıdır. Bəli, həm 3, həm 4, həm 5 qiymətləri olsun və o qiymətlərin əsasında ortalama çıxardılacaq və sizin sual verdiyiniz ki, qiymətlərin təsiri varmı qəbula? Qəbula sadəcə fakültə ixtisas seçiminə görə bəli, təsiri var. Aydındır. Şahrun xanım, bax bizim dövlət universitetlərində, yəni Azərbaycan dövlət universitetlərinin hər birində, eləcə də paytaxt Bakıda, yəni təhsil 4 illikdir. Əksər hallarda olur ki, təhsil 5 illik olsun. Yəni hər birimizə məlumdur ki, 5 illik o zaman olur ki, biz qiyabi təhsil alırıq. Bəli. Bu baxımdan Türkiyədə vəziyyət necədir? Türkiyə dövlət universitetlərində vəziyyət necədir? Təhsil 4 illikdir yoxsa 5 illikdir? Və kimlər 4 il və yaxud kimlər 5 il oxuya bilərlər orada? Elə siz vurğuladığınız kimi, bəli, bilirik ki, əyani təhsil istər Azərbaycanda olsun, istərsə də Türkiyədə olsun, 4 il müddətindədir. Sadəcə bu 4 il müddəti bəzən 5 il müddətində də ola bilər. Bu nə ilə bağlı olan bir məsələdir. Bunu izah edeyim. Çünki digər bir, yəni Türkiyədə təhsil aldıqlarına görə bizim gənclərimiz, tələbə olmuş gənclər Türkiyəyə getdikləri zamanı, yəni qeydiyyatdan keçdikləri zamanı onlara türk dilindən imtahan olunacaq və həmin imtahanın vaxtı deyilir. Həmin imtahandan birbaşa keçirlərsə, birinci kursdan başlayıb 4 il müddətində təhsil almış olacaqlar. İmtahandan kəsildikləri halda 1 il müddətində Türkiyədə kurs keçəcəklər, artıq 4 il müddətində də təhsil almış olacaqlar. Bu zaman həmin gənclərin oxuma müddəti 5 il müddəti olacaq. Aydındır. Bax, Şahrun xanım, eyni vaxtda, eyni zamanda neçə universitetə sənəd göndərmək mümkündür? Deməli, eyni zamanda bir neçə bizə müraciət etdikləri zamanı gənclərimiz üçün 5 ixtisas seçimi edirik və 5-6 universitetə sənədlərini göndəririk. Hər bir kəs üçün, yəni bu keçərlidir ki, 5-6 universitetə sənədləri gedir, eyni fakültələr ardıcıllıqla sadalanmaqla. Hətta Günay xanım bəzən olur, yəni bu da daha çox qiymətlərin daha yüksək olduğu bir hallarda baş verir ki, bir uşağımız üçün, yəni bir müraciət etdiyimiz şəxs üçün bir universitetdən deyil, hətta 2-3 universitetdən qəbul cavabı gəlir və bu zamanı həmin hansı universitetdə təhsil alacağını elə abituriyent tələbə özü seçmiş olur. Aydın, Şahrun xanım, bax, biraz öncə siz söylədiniz ki, biz özəl universitetlərlə əməkdaşlıq etmirik hazırki dövrdə. Maraqlıdır, artıq sizin də, yəni Türkiyə Dövlət Universitetləri ilə Türkiyə ilə əməkdaşlığınız uzun illərdir var, bir neçə ildə artıq var. Mənə maraqlıdır ki, bu müddət ərzində
olubmu ki, hansı özəl bir universitetlə əməkdaşlıq etmisiniz və ya Azərbaycandan tələbə göndərilmisiniz? Xeyr Günay xanım, yəni Körfəz Dərshanələri olaraq 3-4 ildir ki, biz Türkiyə universitetlərinə, yəni hər ilin qeydiyyat getdiyi bir vaxtlarda Türkiyə universitetlərinə tələbə göndəririk. Heç bir zaman yəni özəl universitetlərə tələbə göndərməmişik. Bu ildə daxil olmaqla, yəni iyun ayından apardığımız qeydiyyatın hamısı birbaşa gedir dövlət universitetlərinə və qəbul kağızlarımız sadəcə dövlət universitetlərindən gəlir. Aydındır. Bax, fakültə seçimi, ixtisas seçimi, bunları kim eləyir Şahrun xanım? Bunları valideynlər mi edir, tələbələr özləri mi edir, yoxsa siz istiqamət verirsiniz onlara, həm valideynlərə, həm də bizim tələbələrimizə? Deyərdim ki, yəni müraciət edən gənclərin öz seçimləri olmur çox zaman. Çünki biz onlardan danışdığımız zamanı, onlardan sənədi götürdüyüm zamanı görürəm ki, sadəcə valideynlər onlara təsir edir. Amma belədir ki, yəni gənclərdə razılaşırlar. Heç bir inadkarlıq, yəni heç bir şey etmirlər. Yəni razılaşırlar valideynlərin seçimi ilə də. İxtisas seçimini deyərdim ki, çox hallarda valideynlər eləyir. Məsələn, çox az rastlaşırıq ki, birbaşa hansısa bir gənc gəlsin ki, məqsəd yönlü şəkildə gəlib istədiyi bir ixtisası göstərsin. İxtisas seçimlərini yenə də dediyim kimi, vurğuladığım kimi, transkripin əsasında olan qiymətlərin əsasında seçim olunur. Amma yenə də seçim əsasən valideynə müraciət edən gəncə məxsusdur ki, hansı ixtisasda təhsil almaq istəyir. Aydındır. Şahrun xanım, bax, bizi izləyən tamaşaçılar ola bilər ki, maraqlana bilərlər ki, yaxud valideynlərimiz maraqlana bilərlər ki, bizim övladlarımız tutalım gətirdilər, sənədləri təqdim etdilər və təsdiqləndi. Getdilər də Türkiyədə təhsil almağa. Bəs onlar orada necə qalacaqlar, necə yaşayacaqlar, hansı şəraitdə yaşayacaqlar və yaxud onları kim qarşılayacaq orada və yaxud valideynlər üçün o imkan, şərait yaradılırmı ki, tez-tez gedib övladlarına baş çəksinlər, maraqlansınlar? Deməli, Günay xanım, mən az öncə vurğuladım ki, deməli, bir çox universitetlərin demək olar artıq qəbul cavabları gəlib və bizim gənclərimizin artıq əksəriyyəti Türkiyədədir və bizim təcrübələrimizdən, yəni hər dəfə olan təcrübələrdən görürük ki, daha çox valideynlər özləri, yəni uşağını da götürüb, hansı gənci götürüb birbaşa Türkiyəyə özü aparmaq istəyir. Çünki özü də həmin şəraitlə tanış olmaq istəyir. Yaxından tanış olmaq istəyir, universitetlə tanış olmaq istəyir, illik haqqını ödəmək istəyir özü. Ona görə biz qeydiyyatı aparırıq və qəbul kağızı gəldiyi zaman daha çox valideynlərlə birbaşa gedirlər. Biz onların bütün sənədlərini toplayırıq və sənədləri onlara təqdim etdikdən sonra valideynləri aparır uşaqlarını. O ki, qaldı yaşayış yerləri haqqında mən məlumatı bildirim. Çox zaman olur ki, əsasən qızlar müraciət etdiyi zaman qızların valideynləri daha çox narahat olur bu məsələ barədə. Bəli, oğlanlardan çox qızların valideynləri narahat olur. Yəni Türkiyədə dövlət universitetləri deyirik. Hansı ki, dövlət universitetlərinin hər birinin kənarında ona yaxın istər özəl, istərsə də dövlət yataqxanaları var. Yurtlar, yəni dövlət yataqxanaları fəaliyyət göstərir. Şəxsi istəyinə bağlı ola bilər. Bəli, həmin yataqxanalarda aylıq ödənişli olur. Məsələn, aylıq götürəndə o qədər çox böyük məbləğ olmur. Məsələn, artıq qeydiyyatdan keçmiş uşaqlarımızla biz əlaqə saxlaya bilirik, əlaqə də saxlamışıq. Məsələn, tutduqları yurtların ödənişi təqribən $120, $100, $150 məbləğindədir. Hansı ki, səhər-axşam yeməklərdə içinə daxil olmaqla. Həmçinin də çox zaman yurtlara nə üçün üstünlük verilir? Çünki yurtlarda nəzarət olur. Müəyyən bir saatdan sonra giriş-çıxış bağlı olduğuna görə çox zaman elə valideynlər uşaqlarının yurtda qalmasını istəyirlər. Onu məsləhət görürlər. Aydındır. Şahrun xanım, bax, belə deyək də, hansı universitetlərin hələ qəbulu açıqdır? Hansı universitetlərin hələ qəbulu davam edir? Bax, bizim gənclərimiz də maraqlanırlar universitetlərin adları ilə konkret olaraq. Mümkünsə bir neçəsinin adını vurğulayaq. Deməli, Günay xanım, yəni bizdə iyun ayından qeydiyyatımız başladığı zaman attestatla qəbul aparırdıq. Hardasa bir 30-dan çox universitet üzərində, 30-dan 40-dan çox universitetdən qeydiyyatımızı aparırdıq. Sadəcə artıq dediyim kimi avqust ayının ortalarıdır. Qeydiyyatın son vaxtları, son anları olduğundan demək olar ki, qeydiyyat aparan universitetlər açıqdır. Çox az hissəsi açıqdır. Bu da nə ilə bağlı olan bir məsələdir. Çünki Türkiyə universitetləri müstəqil fəaliyyət göstərirlər. Müstəqil fəaliyyət göstərdiklərindən, yəni hər biri bir zamanda qeydiyyatını açıb, bir zamanda qeydiyyatını bağlayıb cavablarını çıxartmır. Qısa bir müddət ərzində 5 gün, 1 həftə, 10 gün müddətində qeydiyyatlarını açıb və qeydiyyatlarını bağlayırlar.
və avqust ayının yəni ortaları olduğundan təqribən çox az bir universitetdə qeydiyyat açıq qalıb. Ona yaxın bir universitetin qeydiyyatları açıqdır və bizim nümayəndələr onlara sənəd göndərdikləri zamanı, yəni hər dəfə yeni siyahı da yenilənir. Mən təqribən bəzilərinin adlarını çəkə bilərəm. Yəni bu da tam şəkildə deyil, çünki bəziləri də var universitetlər. Məsələn, Qaziantep şəhərində hal-hazırda qeydiyyat mümkündür. Bundan başqa Elazığda Fırat Universitetində qeydiyyat mümkündür və bir neçə başqa universitetlərdə, hansı ki siyahıda o bizə göndərilir, hansı universitetlərin qeydiyyatı açıqdır. Və yenə də vurğuladığım kimi bu universitetlərin hər biri dövlət universitetləridir və qeydiyyatı hal-hazırda mümkündür. Və həmin universitetlərdə bax, türk dilindən başqa hansı dilsə öyrədilirmi? Bəli, ingilis dilinə də üstünlük verilir. Hətta xarici dil fakültəsinə qəbul əsasən ingilis dilidir. Hətta xarici dil fakültəsinə qəbul olanlar üçün də yəni böyük bir şans olur həmin dilin tam mükəmməl şəkildə öyrənilməsi. Yəni onlar təhsilə başlamamışdan öncə mi öyrənirlər? Yox, xeyr. Yoxsa təhsil müddətində öyrənirlər? Təhsil müddətində, bəli, keçdikləri müddət ərzində, həmin 4 il, 5 il müddət ərzində öyrənmiş olurlar. Bəs maraqlıdır, görəsən ən çox tələbatlı olan fakültə hansıdır? Bax, bizim valideynlərimiz, tələbələrimizi artıq demirəm, valideynlərimiz hansı fakültəyə daha çox maraq göstərirlər? Hansı fakültəni seçməkdə, belə deyə, təhrik edirlər öz övladlarına? Deməli, deyərdim Günay xanım, çox zaman, yəni qız valideynləri, qızlar üçün seçim etdikləri zamanı daha çox, yəni son müddətlərdən də gördüyümüz, yəni təcrübə əsasında daha çox xarici dillər fakültəsinə vurğulayırlar, müəllimlik ixtisaslarını daha çox seçim edirlər. Ən çox bu fakültələrə seçim olunur. Bəs oğlanları daha çox hansı oğlanlara fakültə deyərdim ki, istiqamətləndirirlər? daha çox iqtisad fakültələri olur. Çünki oğlanların da çox istədiyi bir seçimdir. Bir də Günay xanım, mən bir məsələ haqqında danışım. Çünki bilirik ki, bugün də yəni tələbə qəbul üzrə Dövlət Komissiyasının ali məktəblərə keçirdiyi imtahanların ikinci mərhələsi də artıq başa çatdı və bugün ikinci mərhələdən qəbul cavabları açıqlanıbdır. Həmin qəbul cavabı gəlmiş gəncləri biz buradan təbrik edirik ilk növbədə. Təbrik edirik. Geri qalan, yəni hansı ki qəbul cavabı gəlməyib, Azərbaycan Dövlətlər Universitetindən heç birinə qəbul ola bilməyən gənclərə, bəli, üzülməsinlər, həmin gənclərə birbaşa səslənirəm ki, yəni birbaşa bizim mərkəzə, Körfəz dərshənələri var. Körfəz dərshənələrinə müraciət etsinlər. Bizim dediyimiz bütün sənədləri götürüb bizə gəlməklə Türkiyənin dövlət universitetlərində tələbə ola bilərlər. Şahrux xanım, bax, çox gözəl qeyd elədiniz əslində. Bir şey də soruşum, orada hansısa bir nümayəndəniz varmı uşaqları qarşılamaq üçün? Təbii, bütün şəhərlərdə bizim nümayəndələrimiz olur, hər yerdə olur. Bəli, amma bəzi hallarda olur ki, birbaşa gənclərin ora getdikləri zamanı bəzən üst-üstə düşmürlər. Həmin nümayəndələrin digər işləri ilə ibarət. Çünki sənədlər həddindən çox olduğundan başqa işlər də olur. Ona görə çox zaman olur, qarşılanmasına şərait yarada bilmirik. Çox gözəl. Mən bir şey də vurğulayım. Bax, hörmətli tamaşaçılarımız, Şahrux xanım sizlərə hər bir şeyi ətraflı şəkildə çatdırır, bütün məlumatları və bütün suallarıma ətraflı cavab verir. Şahrux xanım, bax, artıq proqramımızın sonuna doğru yaxınlaşırıq. İstərdim tamaşaçılarımızın bir daha nəzərindən çatdıraq. Qeydiyyat üçün hara müraciət eləməlidirlər və qeydiyyatın ən sonuncu günü, ən sonuncu tarixi hansı tarixdir? Buyurun. Günay xanım, qeydiyyat üçün ilk növbədə hansı sənədlərin lazım olduğunu mən bir daha nəzərlərinə çatdırım. Çünki çox zaman sənədlərdə səhvlik gətirirlər. Evdə nə şəhadətnamə, nə digər sənədlər var. Lazım oldu, olmadı. Hər bir sənədi qılıb gətirirlər. Hər bir sənədi gətirirlər. Bizə əsas lazımı sənədlər hansılardır, onları nəzərinə çatdırım. Lazımı sənədlər attestat, 4-6 ölçüsündə foto şəkil, şəxsiyyət vəsiqəsi, xarici pasport və transkriptdir. Yenə də dediyim kimi transkript 9-10-11-ci siniflərin qiymətlərindən ibarət bir cədvəldir. Qeydiyyatın müddətini dedikdə, yəni biz qeydiyyatın müddəti sadəcə bizə müraciətlər, sənədlər həddindən artıq çox gəlir və regionlarımızdan çox tələbat var Türkiyədə təhsil almaq üçün. Ona görə bu da ki, təbii ki, universitetlərin qeydiyyatının bağlanması ilə əlaqədar bir şey olduğundan biz də tam dəqiqliklə qeydiyyatın bir həftəmi, 10 gün müddətində hansı gün dəqiq bağlanacağını bilmirik. Çünki bu da universitetlərdən bəli, asılı olan bir şeydir. Amma çox az qalıb. Amma bəli, çox az qalıb. Təbii ki, çox az qalıb. Çünki artıq avqust ayıdır və götürsək ki, sentyabrda dərslər başlayacaq, çox az qalıbdır. Müraciət üçün isə hara müraciət etsinlər, mən onu birbaşa nəzərlərinə çatdırım. Efir vasitəsilə bizim əlaqə nömrələrimizdə görsənir. Yəni, nömrələrimizə düşə bilməyən, bizi izləyən hər bir kəsə bildirirəm ki, Nizami metrosu yaxınlığında Əlibəy Hüseynzadə küçəsində Körfəz dərshənələrinin mərkəzi yerləşir. Əlibəy Hüseynzadə 75 küçəsində. Birbaşa bizim mərkəzə yaxınlaşa bilərlər. Aydındır. Mən sizə təşəkkür edirəm Şahrux xanım, studiyamıza gəldiyiniz üçün, bax, suallarıma ətraflı cavab verdiyiniz üçün. Həqiqətən də bu bizim gənclərimiz üçün, bu müasir Azərbaycanın gəncliyi üçün çox vacibdir. Təhsil çox vacibdir. Hər birimiz üçün yaşımızdan asılı olmayaraq
oxumaq heç vaxt gec deyil, dəyərli tamaşaçılarımız. Çox sağ olun bizi izlədiyinizə görə, diqqətinizə görə minnətdarım. Növbəti proqramda, növbəti təhsilə dair də görüşmək ümidi ilə çalışın ki, salamat qalasınız. Sağ olun. Sponsor Evrolux Başla Görək proqramını təqdim edir. Başla Görəyin qəhrəmanları nə ilə qarşılaşacaqlar? Hansı çətin tapşırıqların öhdəsindən gələcəklər? Cütlüklər bir-birlərini necə dəstək olacaqlar? Arkadan çıxma. 11 sayda hədiyyəni qazanmaq üçün cütlüklər necə yarışacaq? Bütün bunlar və daha maraqlıları həftə sonu şənbə və bazar günü Xəzər TV-də. Qaçırmayın. Kipr problemi necə həll ediləcək? Hər iki tərəf problemin həll yolunu nədə görür? Bu siyasi problemdir. Bu adada yaşayan insanlar, Yunanlar və Türklər arasında elə bir problem yoxdur. Bizim ərazilərimiz işğal edilib. Ecdadımız Osmanlı'nın adayı İngiliz'e kiraladıktan sonra, kiracımızın kaçtıktan sonra ev sahibine düşmemesi adanın sorun yarattı. 40 ildən çox aparılan danışıqlarda niyə nəticə əldə edilmir? Hal-hazırda dayandığımız yer Qapalı Maraş adlanır. 1974-cü ildəki hərbi əməliyyatlardan sonra bu şəhəri demək olar ki, insanlar tərk elədi. Və o vaxtdan bəri demək olar ki, 40 ildir ki, bu şəhərdə heç kim yaşamır. Evlər bu formada, tərk edilmiş formada qalıbdır. Bu həftənin cuma axşamı sərhəddən kənar verilişinin Kipr dosyasını qaçırmayın. Baş sponsor İncə Zövqlərin ünvanı Kristina Xəz Dünyası Star Life proqramını təqdim edir. Benju məxşumuşi. Hə? Buna nə oldu? Tayları mindərə gedir. Doğrudan da eşidən insanlar varsa. Eləməyin də, eləməyin. Tanınmaq, efirdə olmaq lazım deyil. Tac üstündə davadır. Neyi bölüşə bilmirlər, nəyi alıblar onlardan verə bilmirlər bir-birinə. Günay öndədir fikirləşənə qədər iş gör. İstəyən yalanını da. Bəzi müğənnilər kimi bu havayı da, havayı dəyib yoxdur ki, oxuyaq. Belə şey eləmək olmaz. Krallarla sonra taclarla işim yoxdur. Mən axı özümü göstərməliyəm. Yalandır, yalandır. 35 yaşım var. Sən tək qalanda ağlına gələnə yox, heç vaxt ağlından çıxmayana sadiq oldun. Amma yadından çıxartma, həyat mübarizə aparmaq deməkdir. Ölməmək üçün yox, yaşamaq üçün. Xalça yuma, biz yuyarıq. Təmiz xalı. 555 14 14 555 16 16.
8-9 avqust tarixlərində Xətai klinikasına Türkiyədən dəvət olunan ortopediya və travmatologiya üzrə mütəxəssis Çengiz Çabukoğlu onurğa cərrahiyyəsi, bel sürüşməsi, onurğa kanalının daralması, uşaq ortopediya əməliyyatları, boyun və bel yırtıqları, spondilolizis və spondilolistezis, qranit artropatı, servikal spondiloz, kifoz, skolyoz kimi hər növ onurğa üstünü xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir. Bütün diş fırçalarının eyni olduğunu düşünürsən, bir daha düşün. Oral-B'dən Proflex diş fırçası əyləbilən kənarları ilə diş ərpini damaq boyunca aradan qaldırmağa kömək edir və diş ətinin qayğısına qalır. Oral-B, dünya stomatoloqlarının tövsiyə etdiyi nömrə 1 diş fırçası. Lady Speed Stick təqdim edir. Mən təravətli ətirləri xoşlayıram. Buna görə də Lady Speed Stick Freshen Essence-ı seçirəm. Qeyri-adi təravət hissi, üstəgəl tər və qoxudan müdafiə. 48 saat ərzində əhvalı qaldıran ətirlər. Lady Speed Stick Freshen Essence. Təravəti hiss et, füsunkar ol. Bu təmiz sualdır. Mən Natalya Maltseva. Hər bir detal mükəmməldir, amma təmizlikdə mükəmməlliyə çatmaq daha çətindir. Axı mən dezinfeksiya edirəm. Dezinfeksiya hələ hər şey demək deyil. Gəl çirk indikatoru ilə test edək. Gördün? Düz deyirdin.